Salam Terezədə xoş gördük. Gəlin belə maraqlı sualla tanış olaq. Burada üstümüzdə ABC üstündə B90-dan böyükdür. Tərəfdə 12 verilir, B-sini 16 verilir, B mediandır. Və burada medianın ala biləcəyi tam qiymətləri soruşur. Bu tipli suallarda en nöqtəsindən buradan bir median çəkirik. Yəni burada median çəkilirsə, deməli bu bizim üçün orta xətt olur. Və bu üstümüzün orta xətti, bura 12-dirsə, bura 1-dir. 6'dır. Bura 16'dırsa, bura 8-8'dir. İndi burada bir məsələ var ki, bu ucaq 90 dərəcədən böyük olduğuna görə, əgər bura 90-dan böyüksə, o zaman buradakı ucaq 90-dan qalacaqdır. Yəni 90-dan kiçik olmalıdır. Çünki buna alfa beta ucağı deyirsən, alfa plus beta 180 dərəcə olur. Bunlar paralel olduğuna görə. Burada 90-dan böyük olduğuna görə, burada 90-dan kiçik. Və burada hansı şərti nəzərə almalıyıq? Bu beta ucağı 90-dan artıq kiçik olmalıdır. Beta 90-dan kiçik. 90-dan kiçik üst uzaq bərabəsinə görə bu Pisagor teoreminə görə 8, 6, 90 olsa 10 olur bura. 90-dan kiçik olduğuna görə yazılan ki, bura M yazaq, median yazaq. Medianın qiyməti 8-dən 6-nın fərqindən 2-dən böyük. 8-in kvadratının 6-nın kvadratının cəmindən kiçik, yəni 10-dan kiçik olmalıdır. Cavab M2 10 arasında olmalıdır. Çox gözəl, maraqlı bir sual.